Biraz yaxına gəl. Ki səsini yaxına gəl. Salam dəyərli Azərbaycan gəncləri və gəncliyini yaşaya bilməmiş yetkinlər. Yarım qalmış işlər üzrə mütəxəssis Emin Davud ilə küçə ləzzətlərini izləyirsiniz. Nəzə uydurdum. Adını başqa cürə qoya bilərik, ola bilər. Bugün Montenegronun Budva şəhərindəyik. Montenegronun harada yerləşdiyini bilirsinizdir. Bilmirsinizsə hal-hazırda ekranda görürsünüz. Acam, çox acam. Normalda burada balıq yeməkləri çox məşhurdur. Demək olar ki, is this one? No? Okay, thank you. Normal, ama Kotor'a gedən şeydir, avtobusdur. Elə göstər, Kotor'a gedən avtobus. Avtobus işte. Yəni şəhərlər arası avtobusudur. Kotor adlı digər məşhur şəhəri var. Bu avtobus o şəhərə gedirdi. Aradakı məsafə normalda bir 40-50 dəqiqədir. Hal-hazırda təmir olduğuna görə biraz daha uzanır. Nəysə. Normalda balıq yeməkləri çox məşhurdur. Çünki dəniz sahili bir şəhərdir, ölkədir demək olar ki. Belə ancaq dənizin qırağında evlər var. Yəni biraz o tərəfə gedəndə dağlardır. Türkiyənin Giresun, Samsun, Trabzon bölgələrinə çox oxşayır. Quruluş olaraq. Su çox təmizdir. Elə görürsən yuxarıdan baxanda aşağını. Su amma çox daşlıdır. Yəni qum olan yer çox azdır. Qum olan yerlərdə daha belə bahalı plaj yerləri qoyublar. Həm suyun içində də ayağını yerə basmaq çox çətindir. Buna görə spesifik ayaqqabılar var burada. Mən də 2 günlük dirəşmənin ardından sonunda Nigar'a aldıqla bildim ayaqqabımı. 10 euroya aldıq. 13 euroya da var idi, 10 euroya aldıq. Gəldiyimizdən bəri gündə bir dəfə mümkün qədər yeməyin, dəniz məhsullarının dadına baxmağa çalışmışıq. Oktopus yedik. 8, adınız nədir oktopusun? 8 ayaq. 8 ayaq. O ahtapot işte. Neyse, yadımdan meduza başka şey. Neyse, oktopus yedik. Kalmar. Kalmar yedik. Bir de ne yedik? Bir de vardı. Levrek balığı. Levrek balığı da yemişik. Azərbaycanca bilmirəm. Azərbaycancasını bilmirəm. Bir de dünən balıq süpürüsü. Bunlar ama restoranlardaki yeməklər deyil. Bir de bunların belə fast food deyil de, yəni küçədə alıb yeyə biləcəyiniz yeməkləri də var. İndi küçədə onların tadına baxacağım sizin yanınızda və onlara qiymət verəcəm. Ahı bəylə gəlini çək. Bəylə gəlini çək. Bizə qal, bizə qal. Yəni gəlin düşmür. Deməli Budvanın şəhər mərkəzində, yəni Uptown'da Ice Baby adında belə möhtəşəm bir yer var. İçəridə nə içdimsə bayıldım. Hər şey freshdir, içəri meyvələrlə doludur, hər şey meyvələrlə düzəldir. Spit kokteylləri belə meyvələrlə düzəldir, yəni adam. Əlimdəki smoothie, mango smoothie, bura gəlib bunu içsəz, mənə kommentdə bir dənə buş qoyun. Möhtəşəmdir, mütləq için, tövsiyə edirəm. Bu da sıxılmış. Bu da sıxılmış meyvə suyudur, portakal suyudur. Buyurun. Qiymətləri də düzdür, Azərbaycana baxanda zordur. Azərbaycana baxanda eynidir. Ümumiyyətlə baxanda çox da ucuz deyil, biraz bahadır. Məsələn, buna mən verdim hardasa 10-11 manat. Amma aza da buna 10-11 manat verərsən məncə, yəni ondan daha ucuz olmur. Ona görə normaldir, 7 euroya bunu aldıq. Portakal juice'u da 5 euroyaydı. Yəni 12 euroya 2 içki hardasa 20 manata 2 içki almış olursan, Allah haqqı zordur. Bakıda 2 dənə içki alırsan 24-25 manat. Buzun da içine doldurmuyublar yani en sevdiğim. Bəli, Nigarın ən belə uyuz olduğu türklər demiş şeylərdən birisi odur ki, içkimə buz atmayın deyirlər. 2-3 dənə buz atın deyir həmişə. Amma Nigarın içkisini buzla doldurur. Neyse, buraya gəlin, için, çəkin, için, çəkin, için. Video çək, çəkin. Nuş olsun Emin Davud. İçkimizin dadına baxdım, iştahımızı açdıq. Karakterimi təmsil edən renkli eynəklərimlə yoluma davam edirəm. Növbəti station French fries. Yəni kartoşka frisi yeyəcəyik. Niyə bilmirəm, Nigar xanım kartoşka frisi yeməyimizi istəyir. Yeməkləri mən seçmirəm, dəyərli həyat yoldaşım Nigar Davud xanım seçir. Buyurun, gəlin.
burada dönər yoxdur. Həqiqətən burada dönərin olmamağı bizi təəccübləndirən şeylərdən biri oldu. Çünki türklər hər yerdədir. Təbii ki, burada da varlar, hər yerdə varlar. Birçi açıblar, amma dönərçi açmırlar çox qəribə şəkildə. Dönər yoxdur. Montenegro dönərsiz tək-tük ölkələrdən biri ola bilər. Nə vaxt sizə? Qız üzün tutdu. Elə bilirlər ki, sənin bir 1 milyonluq abunən var. Hə, videodasan şəkildə. Rahat yemək olmaq. Mənkini içmə. Gəl. Всё? Deməli, kartof, bunun bağlaması birinci. Bu arada bu yerdə türklərin yeriymiş. Amma yenə də lokal ingredientlərdən istifadə edirlər. Sən biraz qışqır da. Buna sən saranla. Kartof da nə qədər fərqli ola bilər. 10 yılında baxıram. Amma qəşəngdir kartof. Bizdə çox pis verən yerlər var. Bunlara baxanda yaxşı. Kartofu balım 10 üzərindən 7. Soğan halqaları da qəşəngdir. Yenə 7. Bu nədir görürsən? Ama bir dənə yarısını yiyəcəm ki, yarısını sən yiyəcəksən. Bu nədir görürsən? Chicken. Chicken. Koy. Mayonez zat da saxla mənə. Əlimlə yiyəcəm. Bu da mənə yəni heç çatmır da. Yəni insan niyə abartırlar bu salanlar? Bəlkə mənə də saxlasan pendir. Çox qəşəngdir. Qəşəngdir. Bəyəndim. Neçə? 7-5. Bu arada bunun hərəsindən bir dənə verdilər və 10 euro verdilər. 10 euro vermədik. 10 euro verdik. Oha. Hərəsindən Ne bileyim 5-6 euro. 14 euro var. Koyğun da adına baxam. Koyğu çox qəşəngdir. Sarsıqan da adına baxam. Koyğu verirəm. Bunun üzərindən 8 verirəm. Şıfıcıdan daha tatlıydı. Kənd basma çorbalar. Bu sistem möhtəşəm. Homemade özü də. Hətta. Nə qaldı? Всё. Əslində bu sokaq ləzzətləri, küçə ləzzətləri tam mənlik bir konseptdir. Çünki mən yeyirəm bütün gün və hər şeyi qarışdıraraq yeyirəm. Ən çox şeyi ən qısa zamanda yeyə biləcək bir YouTuber özü, mənəm. Yenə təsadüflə türklərin bir məkanına gəlmişik və sandviççidir. Biz niyə türklərin yeməklərini qadırıq? Xahiş edirəm, sorğulamayın. Bu bir sandviçdir. Dada baxacağım. Kağızı yedim, tatlıydı. Bir dənə sipariş verildi və oradan yarı bölüb verirlər bizdən soruşmadan. Bu bəyəndim. Porsiyonlar da dinən ki böyüdür. Porsiyonları da dedim ki böyük. Ət çatışmır. Ətli götürməliydik. Amma çörəyi və içindəki qəribə şeylər möhtəşəm. 7-5. 7-5. Ət olsaydı Ət olsa 8 olar. Deməli, şəhər mərkəzində yediyimiz türk yeməklərindən sonra Montenegro'da indi gedirəm adaya.
burada Hawaii adında bir ada var. O Hawaii bu Hawaii değil. Bu da Hawaii'dir ama o Hawaii. Oradaydık, göster oranı. Budva'da ora, Montenegro'nun özünü. Bu da ada. Gəmini də bağlatdırmışam digərə görə. Bəs bu qız kimdir? O qız da bağlatdırdığım adam. Bir ki bağlayıram. Durub ki bağlı olduğundan əmin olsun. Nəysə, indi sahilə çatırıq. Burada bir şey yeməyəcəm, amma bir şey içəcəm. Bunun da Montenegro'ya heç bir aidiyyəti yoxdur. Bu zaten Montenegro küçə ləzzətləri videosu olmadı. Amma olsun. Hər hansı bir video oldu. Bu videonun adına hər hansı bir video qoyacağım. Montenegro'da hər hansı bir video. İndi sahilə çatırıq. Buranın da sahili var. Ümid edirəm ki, restoran da vardır. Çünki artıq bir içkiyə ehtiyacım var. Yarın ən çox içməyi sevdiyi içki Aperol Spritzdir. Ona görə mən bugün Aperol Spritz içəcəm. Yəni yenə deyirəm, bunu Bakıda da içə bilərsiniz. No worries, no worries. It's okay. Nə baxsan cəmaata? Baxmıyorum, gülə-gülə gedirdim. Mən də dedim gülümdə geri. O qız səhərdən Düş, cəmaat bizi görür. Deməli, səhər bəhs etdiyim üzmə ayaqqabısı bunlardandır. Bildiyiniz Talkuçkada satılan 3-4 manatlıq ayaqqabıları oxuyur. Bəlkə də bizdə də var, bilemiyorum. Qaydanda qiymətini görüb soraram. Deməli, əsas məlumatı verirəm. Siz Montenegro'ya gəlmək istəyirsinizsə və gələcəksinizsə, bu detalı qaçırmayın. Həmin bu Hawaii adaya gələndə mərkəzin yanında balaca qayıqlar var. Sizi orada atmağa çalışacaqlar ki, 30 euroya gedək gələk 2 nəfərə. Deyin ki, niyə? Yox. Biraz da qabağa gəlirsiniz, bir dənə restoran var idi. Adı Padqarı idi, Radqarı idi, nə idi? Elə bir şey idi. Altda qoyacağam adını. Həmin o restoranı keçirsiniz, burada Londonun ayısı var, London ayı. Ona oxşayan bir dənə şey var belə fırlanan. Onun yanından gəmilər var, 2-3 dənə. Onlar adam başı 6 euroya get-gəli həll edirlər. Onlarla gəlin. İndi bir dənə sifariş verin deyəcəm. Başqa da nəsə sualınız olsa, məni qətiyyən narahat eləmirsiniz. YouTube videosunun altına yazarsınız, bəlkə nə vaxtsa cavab verirəm, amma heç bir sosial şəbəkədə Videonu qurtardın ki sən? yazmayın. Yox, videonu qurtarmamışam hələ. Video davam edir. Çünki bu günorta yeməyin gecəsi də var. Bir də ola bilsin, sabaha bilsin də davam edək bəlkə. Ola bilər. Yedikcə yeyim və əslində bu da həm də ümumi video olmuş olur da. Çünki bütün məlumatları da verirəm. Onda şəhərin mərkəzini göstərdik, sahili də göstər. Kotiləri də göstər, uşaqlar üzürlər özləri üçün. Adam azdır ya amma. Adam azdır. Burada da Adam nöqtə A. inşaat var. Bəyənmədim mən buranı. Nabranı? Buranı. Buranı bəyənmədin? Yox. Adam azdır da, yaxşıdır, nə etsin? Yox. Allah, çoxluq bilsən də nədir? O dör. Nəticə lağlı. Birincisi Aperol Spritz içə bilmədim. Çünki burada yox imiş. Ona görə Dədə Baba biraz sakit video çəkilir burada. Ona görə Dədə Baba videomuz yox, pivəmizi içəcəyik. Deməli biz gələndən hara getmişik? Yadıma sal. Tur. Bir tura adam başı 40 euro verdik. Yolda bir Ukraynalı xala bizi tutdu. Dedi ki, siz dedi təzə adama oxşuyursunuz burada. Dedi, gəlin də sizi göndərim oppalara. Biz də dedik ki, hoppa. Olar dedik biz də. Adam başı 40 evronu çıxartdıq. Şaşaq verdik promoy. Və bizi xala apardı. Thank you. Xala bizi apardı haralara. Səhər saat 8:30-da, 8:20-də götürdü bizi. Ta saat axşam 7-yə qədər 3 dənə şəhəri gəzdirdi. Mavi mağara deyə bir yer var burada, Blue Cave. Ora apardı, orada bizi üzdürdülər. Gəminin içində saatlarla yolculuq elədik. Nə bilim, 2-3 dənə şəhərdə dayandıq. Old Town-a girib 1 saat çıxdıq, muzeyinə girdik, çıxdıq. Möhtəşəm idi. Həyatımda xərclədiyim ən verimli 40 evro ola bilər həqiqətən də. Düzdür. Normalda belə tur agency-lar belə atmağa çalışırlar. Agency-lar atmağa çalışırlar məncə. Amma bu xala bilməm, bəlkə də yəni standart qiymət bilir. Bir də belə bir şeyləri var, bir marketləri var yəni. Birinin dediyi qiyməti başqası başqa bir qiymət deyə bilmir yəni çox yerdə. Amma yaxşı araşdırsaz maraqlı şeylər tapa bilirsiniz. Məsələn, bir dənə tur var bizim sabah getmək istədiyimiz. Bir dənə göl var burada. Gölün içində də nilufərlər var. Elə bir qayıqla falan gəzdirirlər sizi. Orada şərab dadızdırırlar. Sonra pendir, bal mazat verirlər, belə maraqlı şeylər. Biz də bunu Bakıda, Şamaxda da eləmək olur. Bakıda, Şamaxda, hə. Azərbaycanda Şamaxda deyən pivə üçün.
Hə, düzdür, bunu Şamaxıda da eləmək olur, amma burada o qayığın mənzərəsi falan çox qəşəngdir. Yəni normalda məsələn bizim o gün 40 evroya verib də bütün ölkəni gəzdiyimiz turla müqayisə ilə bu turu bizə dedilər adam başı 55 evroya. Dedik, qardaş 40 evroya dünyanı gəzən biz 55 evroya niyə bir dənə gölə girib gələk? Hə dedi, orada restoranda da dayanırıq, restoranda sizə yemək də veririk, yenə çaxır-maxır zadı. Biz də dedik ki, biz onsuz da normalda gəlib restoranda bir yemək yesək, adam başı 15 evro verəcək, 30 evro. Yenə də sərf eləmir. 55 evro versən adam başı eləyəcək 110 evro. 110 evrodan yemək pulunu çıx 30 evro eləyəcək 80 evro. 80 evroya da dəyməz. Sonra yerdən internetdə baxdıq, gördük ki, həqiqətən 8 evroya adam başı, nə bilim, 2 nəfərə 34 evroya. İndi yəqin ki, içindəki şeylərə görə dəyişəcək. Məsələn, çaxır olub, içində şərab olan ola bilər, olmayan ola bilər. İndi onu axşam dəqiqləşdirəcəyik. Sadəcə bu turun bizi apardığı yer biraz uzaqdır. Buradan bir 30-40 kilometr qıraqdadır. Ora necə gedəcəyimizi bilmirik. Çünki burada transportation sistemi çox da güclü işləmir. Avtobus 20 dəqiqədən zap gəlir. Qaqaş var idi. İndi o qaqaşı sabah göstərirəm bəlkə sizə. Qaqaş durub astanovkada oturur belə günün altında. Yəni zontiklə bir dənə plasmas stulda götürüb özünə oturur orada boş-bekar. Tələbələr də özdə hamısı da. Avtobus gələndə gedir belə avtobusun qabağına durur. Sənə deyir ki, məsələn 2 evro. 2 evronu verirsən, kağız cırır belə verir əlibə. Yəni kağız, açır, rəqəmsal gələcək, buradan başlayır. Azərbaycandakı bu texnologiya falan həqiqətən Avropada yoxdur. Xüsusilə bu transportation söhbətində. Bileti alır verir bizə. Daha bizi içəri buraxmırdınsa biletsiz bileti niyə verirsən bizə? Daha onsuz da qapıda durmursan, pulumuzu almısan, burax keçək də. Hansı ki dayılar daha ağıllıdır. Gecələr o tələbələr olmur. Yəqin ki yatma vaxtları gəlib çatır, evdən çağırırlar. Dayılar özləri pul alırlar, buraxırlar, bilet zad da vermirlər məsələn. Amma o avtobusların biz hara kimi getdiyini bilmirik. Əslində biz də sağ tərəfə doğru gedirik. Soruşmaq olar, Engarda. Onlar Sveti Marçindəmi? Nə idi o? Svientogo, Stefano Ricci. Nə idi? Sveti Stefani. Sveti Stefaniyə mi gedirlər yoxsa? Sən orada nəfəs alanda nəsə ehtiyatlı ol. Çünki alış macərasında yaşamışıq. Bunu bir dəfə götürüb çəkib eləmişdim. Bütün video boyunca alışı nəfəsinə qulaq asacaq. Bir də maşın kirələmək olur. Bu Taxtabaş Türk blogerlərin videolarına baxırdı mənim dəyərli yoldaşım Nigar Davud. Və bütün o videolarda ancaq dedilər, ya burada araba kiralamadan olmaz, aslan bir yerdən bir gidəməzsiniz. Yəni otobuslar var çoxu. Boş söhbətdir, maşınınızı da kirayə eləməyin. Maşını kirayə elədin, bir də o gününə verəsən 40-50 evro pul. Sonra onun benzini var. Benzinə də bayaq baxdım 1.50-1.70 evro zad idi. Hardasa deyək 3 manat, lap 2 manat 50 qəpik. Yenə də bahadır yəni. Sən verəsən onu 20-30 evro pul. Hardasa 100 evroya gündəliyi gəlib dinlənəcək məncə. Bir də hara gedəsən, hər yer çox yaxındır yəni. Bizim qaldığımız yer belə biraz şəhərdən uzaqdır. Oradan belə şəhərin mərkəzinə, hətta buradan göstərə bilərəm qaldığımız yerin şəhərin mərkəzi. Şəhərin mərkəzi hansıdır? Bilmirəm. Ora bizim qaldığımız yerdir. Baba, göstər, ver mən çəkəcəm. Deməli, oralar bizim qaldığımız yerlərdir. Bu gəmini görürsünüz, o gəminin arxası hardasa. Oradan elə bil, burada şəhərin mərkəzidir. Düz göstərəm, gəl. Ha, oralar da şəhərin mərkəzidir. Yəni oradan ora hardasa bir piyada 50 dəqiqəlik yol da, yəni avtobusla da 10 dəqiqə, 15 dəqiqə gəlib çatsan. Orada bir dənə ada var. Bilməm buradan görünür yoxsa görünmür. Görünmür. Stefano Ricci görünmür buradan. Görünmürmüş. Hə. Nəysə, bu da dağlardır. Bu da insanlardır. Güldür. Hə, bizim indi sabahki bu göl turu bizdən 40 km uzaqdadır. İndi ora necə gedəcəyik hələ bilmirik. Ya avtobusla gedərik, ya da bir dənə qaqaş tapmışdım o gün. Adı Dragan idi. Dragan. Hətta Dragon zarafatında elədim. Qaqaşla yarı İngilis, yarı Türk, yarı Azərbaycan, yarı Rusca və yarı Serb dilində danışdım. Və bir-birimizə anladıq, dostlaşdıq. Qaqaş dedi ki, sən mənə Liboy vaxt yığ. Mən sənə istədiyin yerə normal taksinin aparacağından daha ucuz qiymətə aparacağam. Yəni bunu da başa düşəcək qədər Sırp, Rus, İngilis, Türk və Azərbaycan dilim var. Məncə elə demədim, amma neysə. Bunu heç kim sübut eləyənmir. Sonra nə elədik? Jetskiyə mindik. Dəyərli həyat yoldaşım Nigar Davudun dediyinə görə jetski Azərbaycanda 15 dəqiqəsi 100 manat imiş. Bilmirəm, heç vaxt Azərbaycanda jetskiyə maraqlanacaq qədər pulum olmuşdu cibimdə. Və ona görə də borca girəsi bir şeymiş kimi gəlməyib. Amma bura gəlmişkən dedik ki, daha lənət olsun eləyək. Bir də büdcəmizi aşmırdı.
80 euro verdik. Məncə daha ucuz yox idi. Orada da market price-dir, hər yerdə eynidir. 80 euro verdik. İkimiz də çılğınlar kimi əyləndik. Nigar Davud biraz qorxdu. Mən bəyənmədim və əylənmədim də. Yəni mən əyləndim. Sonra parasailing elədik. Parasailing nədir? Paraşütün dəniz versiyası. Gəminin dalına bağlayırlar, sizi buraxırlar havaya. Kalan gedirsən yuxarı. Elə bir paraşütdə tullanmırsan, amma paraşütlə uçursan gəminin dalınca. Biz də biraz uçduq, bir 10-15 dəqiqə uçduq. Sonra bizlə bir yerdə 2-3 nəfəri də götürmüşdülər. İndi orada çəkdiyimiz videolar yoxdur, çünki telefonumuzu girməmişdən qabaq aldılar əlimizdən, amma başqaları orada telefon buraxmışdı. Ona görə onlara lənət olsun. Onu bəyəndim amma. Gəmini sürənlər, təşəkkürlər Nigar Davud. Gəmini sürənlər türklər idi. Türk qardaşlar da bizə bir gözəllik eləmədilər. Dedi bir dənə koti şəklimizi çək, bizə göndərərsən. Dedi yox. Onlar şəkillərimizi qıraqdan kanonla çəkirlər. Sonra şey eləyirlər. 25 avrodan şəkilləri cübbuladılar. Biz də dedik ki, qardaş 25 avroya şəkil mi olar? Dedi lazım deyil. Biz bu anı yaşamışıq. Bütün yaşadığımız xatirələr ağlımızdadır. İnşallah bir gün Alzheimer olmasın. Həmişə bunu fikirləşirəm ki, məsələn, əsas burada deyirəm də şəkil zad çəkməyim, anı yaşayım zad tutub. Fikirləşim ki, bir gün Alzheimer olaram. Qayıdıb telefona baxasan onda. Alzheimer olanda düz telefona baxmağı da ondacam. Mən heç vaxt çəkdiyim şəkillərə dönüb baxmıram. Niyə çəkirsən bə dayanmadan? Dayanmadan çəkmirəm ki. Ona görə YouTube videosu çəkmək lazım. Bir dənə Instagrama şəkil atacaq qədər şəkil çəkirəm, vəsiyo. Və çəkdirirəm. Mən sənin kimi olmağı illərə biraz sakit dur da video çəkirəm. Taxta var. Allah bu lənətli gəmsi. Bunların cəmatıdırsa əgər bunlar ki, buranın olmasa da bu Allah palyaqsa da olacaq da etmək. Palyaq deməyim mən əgər ki. Nəsə də bu aşağı Slavyan ölkələrinin insanları ozu kimidirlər, eşşəkdirlər biraz. Qışqır bağırza salırlar. Yəqin ki bilirsiniz, mən bir neçə illər boyunca Polşada yaşamışam. Polyak dili də bir Slavyan dili idi və bunların danışdığı dil də Serbiya dili. Montenegroda niyə Serbiya dilində danışırlar? Bu maraqlı söhbətdir. Amma hamısının dilləri bir-birinə oxşuyur. Zaten kesin də o tur guide var idi. Tur guide da deyəndə adam adına oxşuyur, Turqaya oxşuyur. Tur rəhbəri var idi, Turqay yox. Necat işlər. Turqay yox, Necat işlər. Necat işlərə oxşayan bir tur rəhbəri var idi. Həmin o tur rəhbəri birinci serbcə danışırdı. Sonra səhv etmirəmsə polyakça danışırdı və ya hər hansı bir hamısı bir-birinə oxşuyurdu. Yəni mən serbi də başa düşürdüm. Ondan sonraki danışdığı dili də başa düşürdüm çox qəribə bir şəkildə. Sonra da ingiliscə danışırdı. Ən pisi də ingiliscə danışırdı zaten. Yəni bir şey anlamaq olmur. Bir də insanlar üstünə qışqırırdı, ləzzət edirdi. Be patient my friend. Be patient. Patient is happiness deyirdi. Amma bir şey ləzzət elədi. Məsələn, tur rəhbəri danışanda birinci öz dillərində danışırdı. Sonra o qonşu dilləri hansıdırsa o dildə danışır. Sonra ingiliscə danışır. Azərbaycanda olsaydı birinci ingiliscə danışardılar. Sonra rusca danışardılar. Sonra azərbaycanca danışardılar. Bunun əksini sübut edə bilən varsa rəylərdə toqquşar. Bu arada bayaq dönər gördüyümüzü dinən çıxıb yazacaqlar ki kommentə. Tamam. Dönər gördük. Bayaq dönər yoxdur burada dedikdən 5 dəqiqə sonra dönər gördük. Daha doğrusu bir Türk gördük, dalınca düşdük, getdik dönəri tapdıq. Zaten hər hansı bir Avropada dönər axtarmaq istəyirsinizsə bir Türk tapın, dalınca düşün, 24 saat ərzində bir dönər yerinə gedəcəkdir. Burada Hawaii adası deyil, Hawaii Beach'dir. Adanın adı Sveti. Saint Nikoladır, ya Svetin Nikoladır adasıdır. Düz deyirsən. Deməli, nə danışasıdım sizə? Saint Nikolanın hekayəsi. Əvvəllərdə hətta xristian dinindən qabaq belə bu Avropadakı bəzi regionlarda insanların həmin o dekabrın ayın sonunda bir-birlərinə hədiyyə vermək kimi bir ənənələri var imiş. Daha çox elə-belə zarafatcasına, mırta, oğlanlar bir-birlərinə gülməli hədiyyələr verilmiş. Saint Nikolas adlı bir qardaşımız deyir ki, uşaqlara və qadınlara verilməlidir və imkanı olmayan ailələrə həmin bu yeni il müddətində, yəni dekabr ayının sonlarında hədiyyələr göndərməyə başlayır. Amma belə gizlincə göndərir də, daha çox belə evlərinin qabağına qoyur və s. Amma insanlar bunun Saint Nikolas olduğunu bilirlər. Saint də müqəddəs deməkdir zaten ingilis dilində. Artıq bu adamın adı Saint Nikolas, Santa Clausa dönür və bir əfsanəyə, şəhər əfsanəsinə çevrilir. Günümüzdə tanıdığımız Şaxta baba, Şaxta can Saint Nikolasdır. Bu adamın adı da Saint Nikolas adasıdır. Amma səbəbini bilmirəm. Bir dəqiqə ChatGPT-dən baxım. In Montenegro there is an island called Hawaii Beach.
but the island name is, I think, the Saint Nicholas Island. Why this island called Saint Nicholas Island? St. Nicholas Island, located in Montenegro, is named after St. Nicholas, who was a Christian saint known for his generosity and miracles. Many places around the world are named after him due to his significant influence in Christianity. The island likely got its name because it is common for places to be named after saints, especially in predominantly Christian regions. The name reflects the religious and cultural heritage of the area. ChatGPT-dən də soruşdum. Dediyinə görə hər hansı bir spesifik səbəbi yox imiş. Saint Nicholasla heç bir əlaqəsi yox imiş. Yəni adı Santa Claus adasıdır bura, amma burada mən hədiyyə zad görmürəm. Deməli, hal-hazırda bundan 1-2 dəqiqə qabaq bir oktopusun tutulmağına şahidlik etdik. Sudan bildiyin oktopus çıxartdı adam. Deməli, dəyərli həyat yoldaşım yenə Türk kardeşlərimizin vloglarından baxdığı və təsirinə düşdüyü kafelərdən biridir. Mozart kafeye gəldik ki, burada krempüti deyə bir şey, krempüti idi nə idi? Krempita. Krempita adında bir şey yiyəcəyik. Dünən gəlmişdik bura birinci dəfə. Qaqaş etdi ki, çay verirsən. Dedi, hə. Göstərdik şey ki, çaynikdir bu. Dedi, hə. Dedi, gətir. Gətirdi, gördük bir dənə kuruşka gətirmişdi özdə və rəng qoyubdu yanına ki, qoy da bunun içinə. Limonla belə 1/4-ə bölüb, bu 1/4 hissəsini gətirmişdi. Neyse, qaqaşdan dünən yığdıq zaten. Bizdə də bir azmallıq yoxdur da, yəni yenə gəldik, eyni stolda oturduq özdə ki, yenə eyni qaqaş baxsın bizə. Dedim qaqaşa ki, iced americano gətir. Bir də Nigar dedi ki, nə gətirsin? Mozart coffee. Special Mozart coffee gətirsin. Mənim iced americanomu göstərəm. Üstündə bu boyda köpük var idi. Qarışdırdım. Yəni böyük ehtimal ki, iced latte'dir bu. Yankinin üstü zaten yarısı köpükdür. Bu qalan yarısı da 2 dənə dodaq boyudadır. Latte oxşam bir şeydir. İçində sarı bir şey vardı, onu bir dənə var. Qaqaş bir dənə mal. Neyse, anyway, biz videomuzu davam edeceğiz. Zaten bu sokak lezzetleri söhbətindən çoxdan çıxdı. Bu da en sevdiğim qaşıqlardan biri bu oldu. Bu da görmüşdük biz bu qaşığı. Yox, başqa da görmüşdük. Yaxşı qalsın, kullanmayacağım. Baxaq dadına. Nə ola bilər? Kofedir, eyni kofedir. Yəni evdə də düzəltdiyimiz də eyni. Eyni bu. Bir şey, fərqli bir şey yoxdur. Amma Harmonia adlı desertimizin dadına baxa bilərik. Üstü portakal, içi də ağ krem, altda şokolad, sonra da bir dənə keksi. 4 qat olmağı maraqlıdır. Nə qədər möhtəşəm ola bilər. Dünən bu arada krem pütinin dadına baxdıq. Bildiyin Napolyon tortunun daha kremli versiyası idi. Heç bir fərqi yox idi. Bu portakalın belə bir xasiyyəti var. Kokteyllərə qatırsan, qəşəng olur. Sokda olanda məsələn qəşəng belə içkili şeylərdə qəşəng olur. Aha, Nigar xanım da bunu bəyənmədi və mən içəcəm. Bunun dadına bax. Tüpürürsən? Alkollü dayvalar. Doğrudan. Geri zekalı deyə. Demiri, ayvala, bəlkə mən namaz qılıram. Salacam lan şu benden mən. Deyəcəm my wife is pregnant. Eləmə, xut var. Neçə euro verəsən buna? Spirtli. Mən Tamam sana- lan, sağ. Nəsə biraz şübhənlik elədim. Dedim ki, qardaş, bunun içində süd var. Dedi, hə. Deyirəm, bəs süd olmamalıdır da İslam Amerikanın içində. Dedi, yaxşı. Getdi və o bir sözümə qulaq asmadı. Bu feli spirt var. Onlar bəlkə evdə düzəltsəm özüm mən nəsə hazırlaya bilərəm. O kofe likörü ilə zaddan qəşəng olur. Amma belə yəni kofenin özü ilə spirti qarışdırmaq məncə not a good idea. Mən də xoşuma gəlmir. Nəsə iced americanomu dəyişdilər. Gedib bildiyin amerikanonu gətirib, bildiyiniz amerikanonu gətirib. İçinə də 2 dənə buz atmışdı. O indi soyuqdur ya, yox. İlıqdır belə. İlıq amerikano gətirib. Warmer amerikano gətirib. Warm amerikano. Nəsə Mozart kafeyə gəlməyin yəni. Çox Abi necə neqativ bir video oldu ya bu. Sərdən ancaq söyürük onu bunu hər yeri. Mən bütün videolarım elədir. Xoşbəxt idik axı biz burada. Bu video çəkiləndən bəri ancaq neqativ basırıq. Mən xoşbəxtəm. Mən bu neqativdən bəs, mən xaosdan bəslənirəm. Deyirsən axı, elə deyirsən. Deyirəm. Yox. Yəni əslində düzdür. Çox şey bəyənmişik indiyə kimi. Bu gün belə oldu.
Bir video çəkəcəyimizi eşidib hamısının boku çıxıb. Olsun. İlıq Amerikanomu için Allah bilir bunun içine tükürüktü, nağarıqdı. Qaqaşda da bir sifət var idi. Yəni mən ilkçiyəm deyib qışqırırdı da Qaqaşda. Deməli, otelin qiymətinə səhər yeməyi daxildir. Səhər yeməyi gördüyünüz kimi bir İsveç masasıdır. Açıq bufe, azımsınız nədir bilmirəm. Nədə azımsınız? Yəqin ki, İsveç masası olur. İlk gün təbii ki, görməmiş kimi hər şeyi qoymuşduq boşqabın içinə. Amma getdikcə daha da profesionaldıq. Daha az, amma yenə də çox şey qoyuruq boşqabın içinə. Xiyar pomidor götürmüşəm. O gün Nigar demişkən, dədəm babam zavtrıqda xiyar pomidor mu yeyib? Bilmirəm, soruşacağım. Yeyiblər mi? Bu bugün təzə gəlibdi. Bunu hələ ki yeməmişəm. 4 gündür buradayıq. 4-5 gündür. Təzə bir şeydir. Bu börəkdir. Pendirli börək. Yumurta. Bu sasiskadır. Dünən o ice fry idi, nə idi? Fry baby. Fry baby'də yediğimiz sasiskanı axtardım. Bugün doğrulayacağım. Yəni burada qeyri-adi bir şey yoxdur. Özlərinin daha çox yeməkləri. Bunlar bizim bildiyimiz yeməklərdir. Bundan başqa bir dənə bundan da baxacağım. Pendirli bir şey. Pendirli bilinç. Böyle pendirli şeyləri çoxdur. Onu bəyəndim. Böyle kek kimi zat düzəldilər. Pendirli böreğin bambaşqa versiyalar gibi. O yeməklərin çoxu böyle qeyri-adi bir yeməklər yoxdur. Qəribə şeylər düzəltmişlər pendirlə belə nə bilim fırladıb çırladıb. Burada bununla ölkənin mətbəxini qınamaq olarını bilmirəm. Azərbaycanda otellərdə İsveç masası necə olur məsələn? Orada qəribə şeylər düzəldib qoyurlar. Ona görə yəni bundan bir cac eləyəməyəcək. Sotlar bərbad idi. Çaylar da ki paket çaydı, qara çaydı. Deməli, hal-hazırda Montenegroların köhnə evlərindən birinin dizaynındayıq. Bunlar olan stullarıdır, masalarıdır, stuludur, pəncərəsidir. Burayla bağlı ən önəmli detallardan biri odur ki, Montenegro 15-ci əsrdən 20-ci əsrə qədər Osmanlının tərkibində olubdur və Osmanlılar gəlirlərmiş həmin Montenegro ailələrinin uşaqlarını 1 yaşından 7 yaşına qədər oğlanları götürüb Osmanlıya, yəni İstanbula aparırlarmış və onları bir əsgər kimi yetişdirib təzədən dala göndərirlərmiş ki, öz əhalilərini qırsınlar. Və uşaqlar bundan xəbəri yox imiş, yəni Montenegro olduğundan xəbəri yox imiş. Onlar gedirdilər, əsgər kimi qayıdırdılar. Bəzən onların valideynləri onları tanıyırmış və deyilmiş ki, ay Katya, nə edirsən sən? Amma bəzən də tanımırlarmış və hətta öz valideynlərinin də öldürdükləri olurmuş. Ona görə bütün Montenegro evlərində bir giriş və bir çıxış var. Giriş hamı üçündür, çıxış isə gizlidir. Yəni bu Osmanlılardan öz övladlarını qorumaq üçün həmçinin qadınlar da götürürlərmiş. Onlara təcavüz edirlərmiş və bəzi qadınlar özlərini öldürürlərmiş ki, başqalarının uşaqlarını peydahlamaq istəmirlər. Yarısını da birazdan danışırıq. Burada bizi hal-hazırda həmin o dünən bəhs etdiyim gölün yanına gətirdilər. Skadar gölüdür adı. Montenegro'da 5 fərqli national place var. Yəni milli ölkə tərəfindən qorunan yerlər var. Onlardan biri də bu Skadar Lake-dir. Ümumiyyətlə ki, bir şey deyim. Yəni kim ki gəlir, bəzən deyirlər ki, Montenegro'ya gəlin, nə var Montenegro'da, get oradan Albaniyaya, oradan get Bosniyaya. 3 gün, 4 günlük gəlib günə bir ölkə gəzirlər. Xahiş edirəm, elə mallıqlar eləməyin. Bir şəhəri gəzirsinizsə ümumiyyətlə, hər şəhər üçün minimum şəhərindən asılı olaraq 3-4 gün minimum yəni vaxt ayırın. Çünki biz bir həftədir buradaydıq. Hətta biz belə tam Montenegronu gəzib qurtara bilmədik. Bütün bu national parkları gəzmək olardı. Bəziləri çox yuxarıdadır, gəzməli yerlər çoxdur. İndi biz gölü gəzəcəyik bugün. Yəni elə şeylər eləmirik. Qaldı ki, bu Osmanlı söhbətindən başqa nə var idi? Heç nə. Montenegrolar çox uzun boy oldular. İndi də zaten çox uzundular. Biz görürük ki, insanlar dəhşətli dərəcədə böyükdülər. Deyir, indiki ortalama boyları 186 cm-dir. Sizinlə heç nə. Sizi billəməyək. Amma vaxtı ilə daha da çox olmuş. Ortalama boyu 200 metr var. 200 metr, 200 cm falan olmuş. Yəni 2 metr olmuş.
Görəcək. Bu Balkanların ən böyük gölüdür. Düzdür, indi dünyanın ən böyük gölü Xəzərdir. Bunlar da Balkanların gölü ilə öyünürlər. Bir hissəsi Montenegroya aiddir gölün, digər hissəsi Albaniyaya aiddir. Burada nə bilim 250-dən çox quş növü var dedilər. Maraqlı məlumatlar verdilər, indi hamısını xatırlamıram. Pelikanlar var imiş. Pelikanları görə bilsəm mən sevinərdim, çünki çox bəyənirəm pelikanları. Hal-hazırda o göldəyiz, Karada gölündəyik. Mən amma başqa bir şey haqqında məlumat vermək istəyirəm. Deməli, bir ada var burada. Adanın adı Sveti Stefandır. Həmin adanın görüntülərini indi tapıb göstərirəm. Böyle ehtimal ki... Deməli, Sveti Stefan adası ilə bağlı maraqlı bir fakt var. Həmin ada tam bir Kubada yerləşir. Böyük bir ada qaladır. Yəni qala kimidir. İçində də evlər falan var. Normalda insanların yaşayış yeri olubdur. Falan qədər, ilə qədər. 20-ci əsrin ortalarında Montenegro hökuməti həmin orada yaşayan 20 əhaliyə başqa yerdən torpaq verir və onu öz tərkibinə götürür və oranı lüks bir otel halına gətirir. Həmin lüks oteldə lokal insanlara icazə vermirlər gəlməyə. Ancaq məşhur və çox varlı insanlar gəlir. Məsələn, Azərbaycan. Красивая? Азербайджанский. Турецкий. Да. Спасибо. Rusça burada danışdım. Həmin adada Marilyn Monroe'sundan tutmuş Beckham'a qədər bir çox məşhur insanlar gəlib istirahət edilmiş və sadəcə məşhur insanlar üçün. 2007-ci ildə dövlət götürür, onu Aman adında bir şirkətə verir, həmin adanı. Ondan sonra adını da dəyişdilər, Aman Sveti Stefan edirlər adında. Yenə eyni şəkildə çox varlı insanların gəldiyi yerlər olur. Sadəcə yerli xalq buna şikayət etməyə başlayır. Çünki bunlar dindar bir millətdir və həmin Sveti Stefanda da bir kilsə var. İnsanların da o kilsəyə getməsinə icazə vermirlər. Çünki ada artıq kirişə icazə yox idi bu kabinlərdə. 2020-ci ildə tamamilə bağlayırlar adanı. Bu məhkəmə o qədər böyüyür ki, məsələ. Artıq heç hamıya ki bağlayırlar. Son 5 ildə də hal-hazırda söhbətlər gedir və bu il yaxşı xəbərlər eşitməklə bağlı şayələr var, amma hələ ki bir xəbər yoxdur və hələ də bağlı. Sveti Stefanı sadəcə qıraqdan görə bilirik. Bu gölün tərkibində bir çox ada olubdur zamanında, hələ də var böyük ehtimal o adalar. Biri kilsə olubdur, biri muzey olubdur, biri də həbsxana olubdur. Həbsxana ilə bağlı maraqlı bir fakt var ki, çox vaxt üzə bilməyən cinayətkarları bu həbsxanaya qoyurlarmış. Onlar hətta üzə bilsələr də gölün içində olduqlarını bilmirlər. Yəni onlara Adriatik dənizində olduqlarını düşündüklərinə görə heç həbsxanadan qaçmaqda cəhd eləməyiblər. Adriatik dənizi həmin Montenegronun ətrafında olan və Atlantik okeana birləşən həmin o dənizdir. 2010-cu ildə 11 yaşlı bir su aygırı zooparkdan qaçır və bu göldə üzərkən tutulur. Xala ilə tanış olduq. Biz danışanda, videonu çəkəndə dedik ki, hansı dildir bu? Dilim Azərbaycan dildir. Başladı danışmağa ki, Rusça deyildi, tam başa düşür, yarısını başa düşür. Dediyinə görə 50 il qabaq Rusiyada yaşayarkən məktəbdə müəllimi Azərbaycanlı olub. Onun Müslüm Maqamayevi tanıyırdı, onun musiqilərini böyle ehtimal ki, dərsdə həmin müəllimi izləyirdi. Bir də ciddi küsələrimi bilirəm.
əri də Müslüm Maqameyevə oxşuyurmuş deyə onu sevib. Müslüm Maqameyevi çox sevirəm. Şükürlər. Evet, tamam. Valla. Evet. Oo, midyemiz geldi. Midyemiz geldi. Moment, Ahmet. Allah haqqı sütumuzun yarısını götürdü. Neyse. Midyen necə yeyilir bilmirəm. Bu nə də? İçində yağısı yoxdur bunun. Limonu da bir dənə gətiriblər ya Allah haqqı. Baxaq. Lazımsız bir şey. Mənim gözlədiyim kimi olmadı axı. Bu başqa cür olur axı elə bir biraz. Elə olur da elə. Belə olur. Zakuska deyir elə bir şey deyil. Yemək gibi. Yemək deyil ki, onsuz zakuskadda. Heç nəyi də bəyənmir. Heç nəyi bəyənmir. Nəmi yəni balıq işte. Hətta biraz yağlı balıqdır. Yağlı şeylərdən bezdi Allahdır. Səhər də dururuq 4 ulduzlu otel deyirik də. Səhər yeməyi qiymətə daxildir. Yəni məcbur eləyib özümüzü neçə gün durduq da yəni. Yəni biraz da qalsaydıq durmayasıydıq. Çünki yəni mən normalda səhər yeməyi yeyən deyiləm. Və burada da hər şey çox yağlıdır. Dururuq məcbur eləyib özümüzü pulsuz deyə də yeyirdik. Amma yəni kalbasa yeyirdik. Yenə donuz yeyirdik. Yəni o da olmasa olar. Əgər kimsə deyirsə ki, səhər yeməyi included deyil, daha ucuzdur. O oteli qəbul edeyim məncə. Çünki səhər yeməyinin heç bir mənası yox. Saat 7-dən 10-a kimi olur səhər yeməyi. Onu yeməsən də ölmürsən. Yox, niyə yağ, pendir falan hər şey var idi. Yəni səhər yeməyi yeyənlər üçün məncə möhtəşəm idi. Səhər yeməyi yeyənlər üçün yaxşıdır, düzdür. Amma ki biz yemirdik deyə. Biz məsələn səhər yeməyi yeyirik. İndi saat neçədir? 2-nin yarısı da deyək. 2-nin yarısı azdır. Yəni normaldır da mən səhər yemək yeməsim, zaten 1-ə, 2-yə, 3-ə acıram və yenə yemək yeyirəm. Yəni burada sizə bir xeyir, fayda olmur. Yəni onun qiymətindən sizə bilsəz yaxşı olar. Hətta daha yaxşı olar ki, yatarsınız bir 10-a, 11-ə kimi rahat. Sonra durub əyləncənizə baxarsınız. Biz saat 9-da məcbur səhər yeməyinə görə dururuq. Gecə də gəlirik 9-10-da otelə mal kimi yatıb qalırıq sonra. Belə. Bu da qəribə bir şey. Olar mən də yeyim. Olar, yeyir. Söndürə bilərəm. Söndür. Təşəkkürlər. Nigar Davudun menüsündəki ikinci yemək gəldi. Gəlib soruşdular ki, pork istəyirsiniz. Biz də dedik, yox. Amma Nigar Davud oradakı pastanı sıxmışdı, yəni spagettini sıxmışdı. Sonra dayı gəldi ki, bunu gətirdi və dedi ki, spagetti domuz ətini idi. Ona görə bunu gətirdi. Bu da Nigar Davud bəyənmədi, amma dadsız, dudsuz bir şey işte. Bulgura oxşuyur biraz. Bulgurun aşırı yağlı versiyasına oxşuyur. Burada həqiqətən yemək seçimlərini edərkən biraz ehtiyatlı olun. Sırf balıq yeməklərini yiyin. Qəşəng, yəni balıq gətirsinlər sizə. Onlar pis deyil. Amma belə random yeməklər sifariş eləməyin. Məsələn, Nigar Davudun elədiyi kimi lunch menüzə sifariş eləməyin. Həqiqi, normalda mən duzlu yeməklə xoşlanmıram. Bakıda da heç bir yeməyə duz tökmürəm. Amma bu həqiqətən çox duzsuz və şeydir. Duzsuz və içi çoxsuzdur yəni. Emin Davud, sabah qayıdırıq Bakıya. İlk işim sən nə olacaq? Yemək yemək. Yemək yemək. Bunu səhv eləyirəmiş bayaqdan bu arada. Ən dadsız şeylərdə kartoşkalar deyə o. Babşı pomidor xiyarın da dadı yox. Pomidor xiyarın da dadı. Kartoşka ilə nə etməli olduqları bilmirlər. Bir istəmişdin ki sən? İstəm. Valla. Bir şey başa düşmürəm. Necə olur ki, Ukrayna sözü Azərbaycanda Ukrayna olaraq yazılır. Abi, Ukrayna olmalıydı da, yəni məntiqlə. Çünki Albaniya, Türkiyə, nə bilim, Yugoslaviya, başqa ara var. Yəni həmişə Çexiya,
Slovakiya, Sloveniya. Yəni məsələ burada yadır da. İndi həm Azərbaycanca olur olsun, istəyir Rusca olursa olsun, fərqi yoxdur. Yadır da bu. Yəni, Ukrayna necə olur? Yəni mən çox məntiqsizdir də, yəni. Ukrayna olmalıydı və Ukraynalı olmalıydı, yəni. Buna dil bilən insanlar, xahiş edirəm, Azərbaycan dilini yaxşı bilən insanlar məntiqi bir izah versinlər mənə. Yəni mənə bu məntiq çatmır.